Baba pulu götürə bildinmi? Qəflətən Səbu babasının qarşısına çıxdı. Hə, götürdüm. Elə doktor indi mənə zəng edib, məni gözlədiyini dedi. Bəs sən burada neynirsən? Niyə dərsə getməyibsən? Kitab yadımdan çıxıb evdə qalmışdı. Hə, yubanma bala, get. Mən də görüm neyləyirəm deyib tez tələm-tələsik nəvəsini başından eləmək istədi. Səbu da heç nə deməyib yolun əks istiqamətinə keçdi. Baba onun getməsinə tam əmin olduqdan sonra telefon satılan köşkə girdi. Orada kəşfiyyatçı baxışı ilə ətrafı bir də yoxladı. Baba Səbunun getməsinə tam əmin oldu ki, Səbu qayıdıb 2 addımlıqda mağazanın içində babasını gözləyirdi. Aləmə do gələn babaya indi nəvəsi rey modunda idi. Zəmanə uşaqdı. Baba səliqə ilə pulları portmanatın içindən dəstə ilə çıxarıb düz 1800 satıcının qabağına sərəndə satıcı ilə bərabər Səbu da ürəyi atlana o da pulları saymağa başladı. Bəli, düz 1800 manatı baba gözünü qırpmadan son model telefona ödədi və telefonu götürdü. Təzə nömrəni satıcının köməyi ilə yaddaşa yazdırdı. Bu zaman 3 addımlığında dayanan Səbu da yeni nömrəni səliqə ilə telefonun rəhbərinə qeyd etdiyindən nə babanın, nə satıcının ruhu belə incimədi. Gecə Səbu evə qayıdanda babasının kiminləsə yazışdığını çöl pəncərənin açıq pərdəsindən gördü. Baba nəvəsinin gəldiyini görüb təzə telefonu yanındakı döşəkçənin altına soxdu. Köhnə teli ilə qurdalanmağa başladı. Baba, həkim nə dedi? Müalicə yazdı bala. Dedi, ciddi müalicəyə ehtiyacım var. Haranda? Elə hər yerimdə. Ay xətəkar, deyə Səbu düşündü. Yaxşı, baxarıq. Gecə baba öz otağına çəkildi. Babasının kimləsə xısın danışdığının saniyələrini artıq çoxdan tutmuşdu Səbunun qulaqları. Barmaqlarının ucunda babasının otağına yaxınlaşıb qulağını qapıya söykədi. Bəli, xətəkar incə kimləsə danışırdı. Canım, Züleyxam, səni görməyə gələcəm. Vaxt et, mən hazır şəhərdə görüşək, piraşkidən, qrildən zaddan yeyək. Nə? Piraşki mi? Qril mi? Səbu qulağına inanmadı. Kişi, burada dayan, Səbunu gülmək tutdu. Baba isə iltifatları ard-arda yağdırırdı. Bu canım sənə qurban. Bax, bu nömrəni tək sənə verdim. Bir başqasına da vermərəm. Səbu eşitdiklərinə inanmırdı. Baba özünün zavodu, fabriki olmasını deyəcəkdi az qala. O gecə ilan vuran yatdı, baba yatmadı. Baba telefonda, Səbu da qapının dalında. Tez-tez gah sol, gah da sağ qulağını qapıya dayanmaqdan qulağı qıpqırmızı olmuşdu. Neyləsin? Ya bu dəvəni güdməli, ya bu dünyadan getməli idi məsələ.
Səhər uzaqda, xaricdə yaşayan anasına məsələni bitdə-bitdə tam çatdırmalı idi. Mükafatı da maması o gün kartla yükləyirdi həmişə. Söz danışıqdan keçərdi. Nəhayət qarşı tərəf yəqin teli yerə qoydu ki, baba da sağollaşıb telefonu yerə qoydu. 5 dəqiqə keçməmişdi ki, babanın telefonu yenidən zıng-zıng çalmağa başladı. Baba tualetdən çıxıb özünü telefonun üstünə atdı. Alo, canım Züleyxam. Babanın səsi Səbunun qulağında əks-səda verdi. Sənsənmi? Qapının bu tərəfində Səbunun səsi gəldi. Alo, baba, mənəm ey, Səbuyam, Səbu.